Döş qəfəsi orqanlarının rentgenoqrafiyası və yaxud rentgenoskopiyası zamanı ağciyərlərdə elə bölgələr var ki, türkcə ona tuzaq bölgələr deyirlər və yaxud da ki, ingiliscə hidden areas deyilir. Yəni gizlənmiş sahələr. Yəni əslində ağciyərdə hansısa bir patologiya var. Bu pasiyent 15 yaşlı oğlan, döş qəfəsi orqanlarının ön düz vəziyyətdə çəkilmiş rentgenoqramıdır. Burada bir patoloji kölgəlik görünmür. Ancaq xəstənin şikayətləri var. Öskürək, qızdırma, halsızlıq, iştahsızlıq. O zaman müxtəlif pozisiyalarda, müxtəlif vəziyyətlərdə xəstəni döndərərək qeyri-standart proyeksiyalarda müayinə apararaq patoloji prosesi aşkar etmək olur. Sonra xəstəni sola çevirəndə, burada isə açıq-aşkar sağ ağciyərin aşağı payının posterior bazal segmentində kölgəlik görünür. Pnevmoniya kölgə, konsolidasiya kölgəliyi görünür. Yəni biz xəstəni çevirməsəydik, bu proyeksiyada baxmasaydıq, bu kölgəliyi görməyəcəkdik.